ثُمَّ لَتُسْأَلُونَ يَوْمَئِذٍ عَنِ النَّعِيمِ. Sonra deyir ki, siz o günü sizə verilən nemətlər barəsində soruşulacaqsınız. Ey, yəsəlukumullah təbarəkə və teala yevməl qiyamətən nə'imilləzi ətəkum fid-dünya. O günü Allah Subhanahu taala qiyamət günü dünyada sizə verdiyi nemətlər barəsində hamısı barəsində soru-sual edəcəksiniz. Hamısı barəsində soru-sual edəcək və onun barəsində insan soruşulacaq. Və yədxul fi zəlikə ni'mətul mal və ni'mətus sihhə və ni'mətul vələd və ni'mətul markab və ni'mətul məskən. Hətta el-ma'ul baridu yus'alu anhu abdu yevməl qiyamə. O günü insan, yəni bu soruşulacaq şeylərin içərisində daxil olan nədir? Mal-mülk neməti, can sağlığı neməti, övlad neməti, minik neməti, yaşayış məskən neməti, hətta soyuq su, içdiyin soyuq su barəsində belə insan soruşulacaq qiyamət günü. Buna da dəlalət edən hədis var. İnsan hətta içdiyi su barəsində soruşulması. O da ki, Tirmizi Rahiməhullahın rivayət etdiyi hədisdə, burada Əbu Hüreyrədən gələn hədisdədir ki, Qala Rasulullah s.ə.v. Peyğəmbər s.ə.v. dedi, İnnə əvvələ mə yus'əlu anhu yevməl qiyaməti, yəni l-abdu minən-nə'im. İlk öncə qiyamət günü qul nemətlər barəsində soruşacaq ilk şey nə olacaq quldan? Ən yuqalə ləhu ələm nusihhə ləkə cismək. Biz sənin, yəni sihhətini yaxşı etmədikmi? Cismini yaxşı etmədikmi? Yəni səni sağlam etmədikmi? Və nurviyyəkə minəl-mə'il bərid və sənə soyuq sudan vermədikmi? Yəni insanın ilk öncə soruşulacaq nemətlər içərisində ilk öncə soruşulacaq şey qiyamət günü insandan bu olacaq.